Bugün Lerik rayonunda ağır yol qəzası baş verib. Saat 8 radələrində Ford Transit markalı avtomobil Lerik rayonunda Zenonu kəndinin ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə nəticəsində avtomobildə olan sərnişin 68 yaşlı şəxs ölüb, sürücü və digər sərnişin xəsarət alıb. Onların rayonlarda xalça satışı ilə məşğul olan Şamaxı sakin olduqları bildirilib. Faktla bağlı araşdırma aparılır. Bakıda aptekdə ölüm hadisəsi baş verib. Hadisə Nizami rayonu Qara Qarayev prospektində yerləşən aptekdə baş verib. Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Zemfira Məmmədova aptekə daxil olub və az sonra vəfat edib. Onun ürək çatışmazlığından öldüyü bildirilib. Faktla bağlı araşdırma aparılır.